Hal-hazırda dünyada baş verənləri hər birimiz şahid oluruq və bunun üçün yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Bu dəqiqə dünyada çox böyük bir müharibənin astanasındayıq və biz həm də bu müharibənin demək olar ki, ortasındayıq. Bizim şimalımızda Rusiya Ukrayna ilə savaşır. Bizim cənubumuzda növbəti nəhəng ölkə olan və keçmişi imperiya olan bir ölkə İran bu dəqiqə özü savaşın içindədir və həm də öz ərazisində gedən savaşın içindədir. Və təbii ki, bununla bağlı Azərbaycanla olan məsələlər, İranın Naxçıvana dron atması, İranın Türkiyəyə dron atması və Azərbaycan prezidentinin çox sərt çıxışı bununla bağlı gündəm oldu. Sonra İranda yeni dini rəhbər seçiləndən sonra Azərbaycan prezidentinin ona çox mülayim, çox yumşaq formada göndərdiyi təbrik məktubu və nəyə görə mən bunu yumşaq formada təbrik deyirəm? Çünki 3 gün əvvəlki o formada olan sərt çıxışdan sonra bu qədər yumşaq bir təbrik açıq mənim özüm də təəccübünə səbəb oldu. Təbii ki, mən əslində bunu doğru qiymətləndirirəm və düşünürəm ki, elə əslində ilk gündən ritorika o qədər sərt seçilməməli idi ki, sonra belə bir təbrik məktubundan sonra hadisələr 180 dərəcə forması itirilmiş hesab olunsun. Amma ən azından Naxçıvana olan hücum zamanı Azərbaycan dövlətinin tutumu, davranışı, Azərbaycan prezidentinin davranışı, İran ondan bir gün öncə Türkiyədə dron hücumu həyata keçirmişdi. Bir dron göndərilmişdi, səhv xatırlamıramsa və onda Ərdoğanın çıxışı, onda Türkiyə dövlətinin duruşundan daha sərt olmamalıydı bizimki. Amma Azərbaycan prezidenti çox sərt çıxış etmişdi və Azərbaycan hökumətinin əlinin altında olan medialarda, Azərbaycandakı bir sıra vətəndaş nümayəndələri, fəalları da və onlar da sanki bu küyə gedib, bu axına gedib, az qala artıq İranla müharibəyə həddinə qədər məsələni gətirmişlər. Amma halbuki biz hər birimiz, ağlı başında olan hər bir insan və bu ölkəni həqiqətən sevən, bu ölkənin gələcəyini düşünən hər bir insan başa düşür ki, bugün dünyanın bu düzənində, bu coğrafiyada gedən proseslərin fonunda Azərbaycanın bu müharibəyə qoşulması bizim heç bir cəhətdən xeyrimizə deyil. Bizim zərrə qədər oradan bir xeyrimizə deyil. Və Azərbaycan hal-hazırki durumu bundan ibarətdir ki, biz mümkün qədər münasibətləri neytrallaşdırmağa, normallaşdırmağa çalışırıq və Azərbaycan müharibədən mümkün qədər yan keçir. Hətta bizim prezidentin az qala bütün hər üç cümləsindən biri budur ki, Azərbaycan öz hava səmasından və öz quru torpağından İrana dair heç bir əməliyyatda iştirak etmir və etmək niyyəti yoxdur. Amma təbii ki, İranda bugün başı itirilmiş artıq o ordu nümayəndələri də, bəzi Sepah nümayəndələri olsun, bəzi İran hökumətində, İran hakimiyyətində təmsil olunan bəzi şəxslər olsun, onlar da bu Azərbaycan düşmənçiliyini, bu Türk düşmənçiliyini bitirməlidirlər. Və İran rəhbərliyində olan kəslər özündə belə artıq fikir ayrılıqları var. Yəni bu dəqiqə İranın yaşadığı bu durum çox da adil bir durum deyil. Ümumiyyətlə heç bir dövlətdə mən düşünmürəm ki, Rusiyanın özündə, Ukraynanın özündə, Ukrayna işğala məruz qalan ölkə idi Rusiya tərəfindən. Az qala Kiyevin yaxınlığına qədər Rus tankları, Rus əsgərləri gəlmişdi, amma Kiyevdə belə mərkəzləşdirilmiş hökumət idarə etməni itirməmişdi. Amma İranda demək olar ki, idarə etmə bütövlüklə itirilib. Və İranın prezidenti bugün durub qonşu ölkələrə atılan dronlardan dolayı, raketlərdən dolayı üzr istəyir. Amma İranda digər bir general, ordu daxilində olan, ordu ilə münasibəti yaxşı olan generallardan biri çıxıb bəyanat yayır ki, bizim bu üzrümüz əslində yanlışdır, biz üzr istəməməliyik, biz qonşularımıza zərbələr endirməyə davam edəcəyik. Yəni, baxın, bu nə qədər artıq bir çox xaotik bir vəziyyət yaranıb İranın idarə edilməsində. Və təbii ki, burada İsrail və ABŞ kəşfiyyatının da müəyyən qədər rolu olduğunu da mən istisna etmirəm. Onların da rolu ola bilər. İran zaten bütün dünyada belədir. Yəni İsrailin özündə, ABŞ-ın özündə də İrana işləyən insanlar ola bilər. Amma İranın özündə İsrail və ABŞ-ı işləyən insanlar yəqin ki, daha çoxdur. Daha çoxdur ki, bugün İranın sonuncu, yəni sondan əvvəlki daha doğrusu artıq yeni ali lider təyin olunub. Ondan əvvəlki lider elə onların iclasındaca raketlə vurulub dünyasını dəyişmişdi. Yəni bir ölkə öz birinci şəxsini itirirsə və raket hücumu nəticəsində demək ki, dövlətin daxilində
həm də elə ordunun daxilində, onun təhlükəsizliyini qoruyanların daxilində müəyyən qədər xainlər də var. İndi bu İranın daxili məsələsidir. Biz ümumiyyətlə İranın daxili məsələsi haqqında mənə şəxsən mən özüm haqqında deyirəm, mən düşünürəm ki, bir çox azərbaycanlılar üçün də həmçinin İranın özü, İranın hakimiyyəti, İranın siyasi elitası və yaxud da İranın ordusunun durumu bizi çox da vecimizə deyil. Yəni onların başına nə gəlirsə. Çünki İran öz vətəndaşlarına, İran hakimiyyəti, İran ordusu o qədər pis şeylər yaşadıb ki, o qədər zülmlər yaşadıb ki, hətta İran vətəndaşları özləri belə mən düşünürəm ki, bu sistemin, bu hökumətin çökməsini gözləyir. Amma bu demək deyil ki, biz Azərbaycanı onlar üçün böyük güclər üçün bir poliqon mərkəzinə çevirməliyik. Siz diqqət edin, dünən yenidən Türkiyəyə raket hücumu oldu və o havadan zərərsizləşdirildi. Yəni raket zərbə kimi düşmədi. Amma yenə də Türkiyə dövləti öz adil dövlətçilik ənənələrini qorudu və dünyaya nümayiş etdirdi. Həm də İrana bir dərs olaraq nümayiş etdirdi ki, biz cavab vermə hüququmuzu özümüzdə saxlayırıq. Amma artıq bitirin, amma artıq yığışdırın öz o başı soğuq bəzi qüvvələrinizi, yəni Sepah burada nəzərdə tutulur təbii ki. İndi görək bundan sonra İran hansı addımlar atacaq öz qonşularına dair. Hətta Prezident İlham Əliyevin İran prezidenti ilə telefon danışığından sonra artıq yenidən sərhədlər açıldı və hətta Azərbaycan İrana 25 tonluq humanitar yardım göndərir. Təbii ki, bu humanitar yardım istənilən halda biz bunu dəstəkləməliyik. Azərbaycan Ukraynaya da humanitar yardım göstərmişdi. Azərbaycan zaman-zaman Qəzza bölgəsinə də humanitar yardım göstərib və bu humanitar yardımlar dövlətin adını uca edir, dövlətin başını uca edir. Bunlar bizim humanitar yardım məsələsi haqqında müzakirəyə bağlıdır. Humanitar yardım insani yardımdır adı üzərində və bu dəstəklənəsi bir addımdır. Amma Azərbaycan ictimaiyyətində, Azərbaycan mediasında, yəni bu hökumətin əlində olan mediada bugün belə bir fon yaradılmışdı ki, sanki biz artıq bir neçə saat ərzində müharibəyə qoşuluruq, biz dağıdacaq, dəmir yumruq falan filan olmaz belə. Bu ritorikalar Azərbaycana heç də uğur gətirməyəcək. Biz 6 il tamam olmayıb hələ biz müharibədən çıxmışıq və biz müharibəmizdə bizim Ermənistanla müharibəmiz olub və biz o müharibədə minlərlə oğul itirmişik. Bizim nə qədər analarımızın gözü yaşlı qalıb, nə qədər insanlar özü kimsə yoldaşını, kimsə sevgilisini, kimsə qardaşını itirib. Azərbaycan minlərlə itki verib, milyardlarla bizim dövlət büdcəmizə zərər dəyib və bütün bunların fonunda biz indi ABŞ-la İran savaşırsa, İsraillə İran savaşırsa, Azərbaycan 10 milyonluq bir ölkədir. Onun da 8 milyonu bu dəqiqə ölkədə yaşayır, yayıq və bizim bu dəqiqə böyük ölkələrin müharibəsinə qoşulacaq durumumuz yoxdur. Bunu açıq etiraf etməliyik. Bizim nə o cür gücümüz var, nə bizim o cür iqtisadiyyatımız var, nə də bizim o qədər insan resursumuz var. Ona görə də qoy onlar özləri nə həll edirlər, etsinlər. Təbriz məsələsinə gəlincə isə, Cənubi Azərbaycanlılar məsələsinə gəlincə isə, təbii ki, onlar bizim canımızdan bir parçadır. Həm torpaq olaraq, həm insan olaraq, soydaş olaraq. Təbriz nə vaxtsa Azərbaycan olacaq, bu tarixi ədalətin bərpası olacaq. Amma bu müharibə yolu ilə, bu geniş toqquşmalar yolu ilə olmalı deyil, deyə mən düşünürəm ən azından. Və mən həmişə izlədiyim Türkiyədə bir neçə jurnalist və şərhçi var ki, Yılmaz Özdil də onlardan biridir. Mən Yılmaz Özdil'i daha çox onun şəxsi YouTube kanalından izləyirəm. Hələ yeri gəlmişkən, o da mənim kimi hər həftənin 2-5-ci günləri. Amma o səhər yayımlıdır, mən 2-5-ci günlər axşam yayım edirəm. Və Yılmaz Özdil'in çox gözəl bir fikri var. O həmişə siyasi məsələləri şərh edəndə, nəyəsə qiymət verəndə, şərh verəndə orada gözəl bir cümlə işlədir ki, həyata və dünyaya Ankara pəncərəsindən baxmağınız lazım. Bunu təbii ki, Türkiyə Cumhuriyyəti vətəndaşı kimi Yılmaz Özdildir və mən onu paralelləşmə aparıb, mən bunu təklif etmək istəyirəm ki, biz ətrafımızda baş verənlərə, biz ölkəmizdə və dünyada baş verən siyasi proseslərə xüsusilə də Bakının pəncərəsindən baxmalıyıq. Və biz Azərbaycana, bizim ölkəmizə, bizim vətəndaşlarımıza nə uyğundursa, biz onu düşünməliyik, o addımlar atmalıyıq, o yöndə addımlar atmalıyıq.
bizə böyük oyunların oyunçusu olmaq hələ ki ehtiyac yoxdur. Bizim bu dəqiqə o halımız deyil. Biz öncə Ermənistanla sülh müqaviləsi əldə edək. Bilək ki, artıq bizim rəsmi bir düşmənimiz yoxdur və irəliləyən illərdə biz ordumuzu, biz iqtisadiyyatımızı gücləndirək. Ondan sonra da ölkə daxilində proseslərdən sonra, dünyada baş verən prosesləri biz ancaq ondan sonra ciddi bir münasibət bildirmə və yaxud da ki, ciddi bir aktora dönə bilərik.